Asıl Burje, təhlükə. Madame de la Guerch'in çox böyük olmayan qonaq otağındakı geniş pəncərəsindən qışın şaxtalı, lakin təmiz havasının ürəkaçan işığı içəri dolurdu. Qadın otaqda oğlu ilə söhbət edirdi. Deyəsən söhbət hər ikisi üçün ağır keçirdi. Çünki Madame de la Guerch'in fəlakəti xatırladan görünüşü vardı. Oğlu isə durmadan otaqda var gəl edir, gözlərindən iri yaşlar axıdırdı. Qadın özünün 57 yaşı olmasına baxmayaraq, çöhrəsindəki incə cizgilər və alicənab qaməti ilə, vaxtı ilə, adı dillərdə gəzən, çılğın Henriettanı xatırladırdı. Hansı ki, alovlu, ateşli davranışı ilə yüksək cəmiyyətdə özü haqda dedikoduların yaranmasına səbəb olmuşdu. Yüngül xasiyyəti ucbatından onun adı elegant Sanjobla, yaraşıqlı Kazellə, hündürboy Vidaville, bəstəboy Leoranla və onlar kimi daha neçəsi ilə hallanmışdı. Onun hələ də gözəl şabalıdı gözlərində incəlik vardı. Ağ dişləri isə gülüşünə nəciblik verirdi. Lakin 3 il öncə qəflətən qripdən vəfat edən oğlunun faciəsindən sonra gözlərindəki sevinç itmiş, gülüşü də üzündən çəkilmişdi. Dərd, orta yaşlı, hələ də gözəl olan bu qadını qısa bir müddətdə yaşlı xanıma çevirmişdi. O həmişə siyah libaslar geyinirdi. Gözlərində qəm-qüssə olurdu. Bu xanımın üzündə olan qırışlar getdikcə daha da dərinləşirdi. O demək olar ki, evdən çıxmırdı. Övladlarına qarşı olan güclü düşkünlüyü, yüngül davranışı ilə necə əlaqələndirmək olardı? Axı, Leoranla olan sevgi hekayəsi sanki bu yaxınlarda bitmişdi. Lakin həyatda özünü hər mənada itirmiş qadınların hərəkətində belə anlaşılmaz, sirli faktlar adi hal. Bir də anlaşılmazlıqlar olsa belə faktlar fakt olaraq qalır. İndi klublarda ən həvəsli dedikodu yayanlar belə Henriettanın oğlunu belə dinləməsini, həyəcanını görsəydilər, qadının səmimiliyinə inanardılar. O dəbdən düşmüş qonaq otağında oğlunun söhbətini dinləyirdi. Bu otaqda vaxtı ilə başqa adamlar onunla başqa tərzli söhbətlər etmişdilər. İndi söhbət burjua sayağı qısqanclıq mövzusundan başladı. Anaya oğlunun bu sözləri necə təsir etməsini anlamaq üçün aydınlıq gətirmək lazımdır ki, Madame de la Guerch ilk oğlunun vəfatından sonra dindar olmuşdu. Necə ki gəncliyində çılğın, alovlu həyat yaşamışdısa, indi də o tərzdə Tanrıya itaət etməyə başlamışdı. Ana oğlunun sözlərində təhlükə görürdü. Onun vicdanı daimi qorxu içində idi. Qadın ilk oğlunun ölümünü keçmiş günahları ucbatından olduğunu və bunun kifayət qədər olmadığını düşünürdü. Həqiqətənmi keçmiş günahlarını yumaq üçün ikinci övladı da qurban getməli idi? Hansının ki həyat üzünə gülmüşdü. Onun 30 yaşı vardı. Çox yaraşıqlı idi. Gözəl evlilik yapmışdı. Anasının əla diplomasiyası nəticəsində keçmiş məşuqu
Kazelin əmsi qızı, zəngin sənayeçinin yeganə varisi Elen Durnazla evlənmişdi. Madam Delagerşin oğlunun ailə həyatını gözəl şəkildə qurmasına yardım edən məşuqu Qazeldə bundan sonra dost da qala bilmişdi. İndi həyata başqa nəzərlərlə baxan bu qadın, oğlu Robertin ailəsində faciənin başlamasından dəhşətə gəlirdi. Bir neçə həftə öncə o sanki bunu təxmin etmişdi, amma həmin fikirləri başından qovurdu. Bugün oğlu onlara gələndə ana övladının üzündəki qüssəni çözə bildi. Onun ilk həyəcan verici sualı atasının evdə olub olmamasını idi. Anası atasının ova getdiyini və onlara heç kimin mane olmayacağını deyən zaman oğlu sanki sevindi. Qadın bu mövzuda zarafat etmək istəyən zaman oğlu ona zarafatın yeri olmadığını deyib ağladı. Sonra alicənab duruş alaraq ciddi və təntənəli surətdə ölən qardaşının ruhuna and verərək anasından onun üçün vacib bir addım atmasını xahiş etdi. Qadın həyəcandan titrəyərək razılıq bildirdi. Bundan sonra oğlu dünən onların evində təşkil olunmuş şam yeməyindən danışdı. 6 yanvara həsr olunmuş ənənəvi gecədə onlarla birlikdə bir neçə evli cütlük və subay qonaqlar da vardı. Həmişəki kimi ənənəyə uyğun olaraq gecənin sonunda kral və kraliçə seçiləcəkdi. Xanımı Eleni kraliçə seçdilər. O isə öz növbəsində Robertin keçmiş uşaqlıq dostu olan Jean Delbiaqı kral seçdi. Onun adını çəkən zaman Robertin səsi dəyişdi. O göz yaşları axıdaraq, qışqıraraq qəzəblə danışmağa başladı. Robert öz xanımını, dostuna qısqanırdı və anasına onu deməyə gəlmişdi. Nəyə görə? Xanım Delagerş oğlunun kədər dolu sözlərini dinləyərək əsirdi. Onun sözləri həqiqətən ürək parçaladıcı idi. Ah, anacan, mən çox düşünüb daşındım. Məni düz başa düşün. Mən xanımımı mühakimə etmirəm, ondan şübhələnmirəm. Yalnız bu qısqanclıqdan əzab çəkirəm. Mən əminəm ki, Elen mənə, yaxud övladımıza qarşı olan məsuliyyətini, borcunu heç vaxt unudan deyil. Nəhayət, sizə qarşı olan borcunu belə unuda bilməz. Siz həyatınızı mükəmməl, dürüstlük və ləyaqətlə yaşamısınız. Bu sözləri duyan zaman anası gözlərini bağladı. Başını aşağı dikdi. Robert bunu hiss etmədi. Oğlunun ona qarşı olan inamı anaya acı verirdi. Bəli, mən Elendən, sizdən əmin olduğum qədər əminəm. O günahsızdır, amma təəssüf ki, bu yetərli deyil. Elə etmək lazımdır ki, heç kim onu mühakimə etməsin. Axı, Eleni heç kim, heç nədə mühakimə etmir. Ana tez cavab verdi. Belə bir mövzu olsaydı, mən bilərdim. Dediqodunu mənə çatdırardılar. Hə, şər sürətlə yayılmır. Robert razılaşmadı. Özünüz düşünün. Elenin 25 yaşı var. Belə gənc qadın haqda şayələrin yayılması üçün əsaslar lazımdır. Amma cəmiyyətimizdə
Elen və Janın bir-birinə marağını görməsəydilər, hiss etməsəydilər, bizim olduğumuz yerlərə onu dəvət etməzdilər. Məsələn, Korşellərdə nahar yeməyi zamanı Elen yanında Janı otuzdurmuşdular. 3 gün öncə Etorellər bizi teatrda öz lojalarına dəvət etmişdi. Bilirsiniz orada bizlə bərabər kim vardı? Jan. 5 gün əvvəl isə nəysə sadalamağa dəyməz. Çünki onda gərək payızdan qışa qədər getdiyimiz çox yerləri sadalayım. Bu daimi görüşləri onlar üçün bizim dostlarımız təşkil edir. Belə təsəvvür edək ki, bunların hamısı təsadüfdür. Cəmiyyət nə Elen, nə də Jana fikir verir. Bir də burada əsas cəmiyyət deyil, əsas mənim qəlbimdir. Ah, ana, siz təsəvvür edə bilməzsiniz ki, öz xanımının başqa özgə biri tərəfindən əsarət altına düşməsi nə deməkdir? Onun zövqləri, fikirləri, oxuduğu kitablar, simpatiya və antipatiyası belə dəyişib. Elen yavaş-yavaş Albiyaka bənzəməyə başlayıb. Mən onunla uzun müddət dost olmuşam, birlikdə yaşamışıq, onu yaxşı tanıyıram. Düzdür, bunlar kiçik şeylərdir. Dünən Elenin açıq-aydın onunla flirt etməsi, nazlanması kimi. Amma həyat və ürək belə kiçik şeylərdən ibarətdir. Elen sigaret çəkən qadınlardan dəhşətə gəlirdi. İndi özü Rus papirosu çəkir. O at belində çoxdan idi, gəzməmişdi. İndi isə ova gedir. Bilirsiniz kiminlə? Janla. Əlbəttə. Siz deyəcəksiniz ki, mən də Ovçular Dərnəyinin üzvüyəm. Amma 5 il ərzində Elen mənimlə ova 3 dəfə getdiyi bir halda bu qış Janla 10 dəfə bunu edib. Xanımım siyasətlə heç vaxt maraqlanmayıb. Lakin Jan öz siyasi nəzərlərinə çox düşkündür, sadiqdir. İndi bu maraqlar Elenə keçib. Janın nəzərlərini müdafiə edir. Elen incə, sadə, zövqlü geyimlərə üstünlük verdiyi halda indi dəbli, qışqırdıcı libaslar geyinir. O, Janın zövqü ilə geyinir. Elen özünə hesab vermədən ona tabe olub. Özündə baş verən dəyişiklikləri heç vecinə belə almır. Mən yenə təsdiq edirəm. Təkid edirəm ki, xanımımı mühakimə etmirəm. Ondan şübhələnmirəm. Əgər o aşiq olubsa, bunu şuursuz vəziyyətdə edib. Amma mən özümü buna görə çox bədbəxt hiss edirəm. Nədən sən onunla bu haqda söhbət etmək istəmirsən? Bu çox sadə bir işdir. Mən indi yalnız sanki ərköyün bir uşağı görürəm. Məsələn, dünənki şam yeməyində səni narahat edə biləcək heç nə olmayıb. Atan da sizdə idi. Bir şey hiss etsəydi, mənə deyərdi. Bu onu təsdiq edir ki, sən ağla gəlməz şeylər uydurursan. Birincisi, atam Eleni çox sevir. O nə etsə, atamın gözündə hər bir hərəkəti mükəmməldir. Onun yerinə siz olsaydınız, bax ana, bu başqa məsələ. Ah, onda olsaydınız və onların bir-birlərinə baxışlarını görsəydiniz, mən orada oldum, olmadım. Elə bugün burada dediyimi deyəcəkdim. Sən heç nədən qəlbini zəhərləyirsən. Xanımın ilə danışıb bunu həll etmək əvəzinə bunu məndən gözləyirsən. Amma bu ehtiyatsız hərəkət olardı. Bu
təhlükəlidir. Bu sözləri deyən zaman ana öz həyəcanını gizlədə bilmədi. Ehtiyatsız hərəkət, təhlükə? Robert soruşdu. Bəli, siz haqlısınız. Təxminləriniz düzdür. Mən gəldim ki, yalvarıb sizdən rica edim ki, bunu mənə görə edəsiniz. Bu yeganə üsuldur ki, məni sakitləşdirə bilsin. Mənə rahatlıq gətirə bilsin. Siz narahat olmayın. Mən hər şeyi ölçüb biçib bura gəlmişəm. Ehtiyatsızlıq, təhlükə. Robert yenə anasının sözlərini təkrarladı. Əslində mənim Elenlə bu barədə söhbətim ehtiyatsızlıq ola bilərdi. Təhlükə isə ondan ibarətdir ki, mən onu hər hansı bir kəlməm ilə bilmədən, istəmədən təhqir etmiş olaram. Öncə mən Janla ona olan şübhələrim zamanı bunu etsəydim asan olardı. Amma indi, xeyr, mən çox acılar çəkmişəm, əsəblərimi cilovlaya bilmərəm, dilimdən çıxan bir kəlmə ilə onu təhqir edə bilərəm. Mənim adımdan da istifadə etmək olmaz. Hisslərimi kənara qoyub, həqiqəti, nələrin baş verdiyini öyrənmək lazımdır. Başqa heç nə. Məni sakitcə dinləyin. O əli ilə anasının əlindən tutdu. Məni sakitcə dinləyin. İkisindən biri olacaq. Ya Elen ilə Jan arasında heç nə yoxdur, mən hər şeyi şişirdirəm, onlar dostdular, ya da ki, Elen Janla maraqlanır, onu sevir. Əgər belədirsə, mən bunu bilməliyəm, mən bunu mütləq bilməliyəm. Bundan əmin olandan sonra da hərəkətə keçəcəm. Mən onun vüqarına, ləyaqətinə, onda olan gözəl hisslərə, mənə və qızıma olan sevgisinə and verib onu uzaqlara aparacam. Biz səyahətə yollanarıq və hər şey unudular. Onda Elen özü də görəcək ki, necə bir uçurumun kənarında durub və oradan çəkilməlidir. Gərək kimsə bunu ona anlatsın. Sizdən başqa bunu gözəl edə biləcək kimsə yoxdur. Mənə yox deməyin anacan, yox deməyin, imtina etməyin. Diz üstə çökərək Robert anasına baxdı. Ana onu əzizləyirdi. O isə uşaqlıqda olduğu kimi anasına yalvarırdı. Bu ki asan işdir. Ona yazın ki, sizi görməyə gəlsin. Tək olduğunuz zaman onunla danışın. Elenə cəmiyyətin qəddar olmasını söyləyin. Gözəl bir qadının dostları ilə ehtiyatsız davranışı ucbatından şayələrin yayılacağını söyləyin. Əlbəttə, o həyəcanlanacaq, sual verəcək. O zaman siz Jan de Albiac'ın adını çəkin. Birdən o bundan qəzəblənər. Qəzəblənər? Sizəmi? Bu mümkünsüzdür. Elenə sizə gəlib çatan şayələrdən danışın. Siz yalan söyləməyəcəksiniz, çünki bunları mən özüm sizə anlatmışam. Şayələrin mənbəyini söyləməsəniz də olar. Amma yenə də birdən o bundan qəzəblənər. Anası təkrarən dedi. Sonra təsdiqliyinə salar. Çox vaxt bəzi xanımlar acığa öz hərəkətlərində daha da uzaqlara gedirlər. Ehtiyatsız hərəkəti səni kədərləndirər. O bunu elə-belə, acığa, bilərəkdən də edə bilər. Hə, o çox vüqarlıdır. Robert razılaşmadı. Hətta mənim acığıma belə etsə, hətta bunu bilərək etsə, mən onun davranışını anlayıb bununla razılaşaram. Sən
Mənə bunu öyrənib desən, mən sakitləşərəm. Sən elə hissiyatlısan ki, onun ürəyində olan doğruları anlayıb mənə söyləyəcəksən. Məni çox sevdiyin üçün yalan da danışan deyilsən. Bir də istəsən belə, axı sən yalan danışmağı bacarmırsan. Ah anacan, söz ver ki, xanımımla danışıb həqiqətləri öyrənəcəksən. Əks təqdirdə, əks təqdirdə nə? Ana həyəcanlandı. Mən Janla söhbət edib ondan izahat tələb edəcəm. Sərt səslə Robert dedi. Sən bunu etməyəcəksən. Madam Gallagher qışqırdı. Sizin aranızda münaqişə duelə gətirib çıxara bilər. Sən Elenin şərəfi haqqında heç düşünmüsənmi? Yaxşı, yaxşı. Əgər sən tələb edirsənsə, mən onunla söhbət edərəm. Nə zaman? Robert soruşdu. Elə bugün. O özü günün 3-cü yarısında bizə gələcəyini mənə yazmışdı. Təxminən saat 2-də. O gələn zaman evdəkilərə tapşıraram ki, heç kəsi qəbul etməsinlər. Amma yenə də, qadın həyəcanla dedi. Amma yenə də, mən sənə dediyim sözün üstündə dururam. Qaynananın gəlinlə belə bir mövzuda söhbət açması təhlükəlidir. Özünü güclə gülümsəməyə məcbur edən qadın əlavə etdi. Amma bu sənə görədir, Robert. Sənə görədir. Mən bunu bacarmalıyam. İkinci başlıq. Robertin çoxdan qonaq otağını tərk etməsinə baxmayaraq, anası Elen ilə görüşəcəyinə görə həyəcan keçirirdi. Vaxt getdikcə həyəcan da artırdı. Həqiqətən bu söhbət onun düşündüyü kimi təhlükəli olmalı idi. Oğlunun yararı qəlbini qanatmamaq üçün qadın bildiyi bəzi şeyləri ona demədi. Əlbəttə, dostları ona gəlininin özünü layiqli bir tərzdə aparmadığını çoxdan demişdilər. Jan və Elenin münasibətlərinin haraya qədər getdiyini o bilmirdi. Lakin dəqiq bilirdi ki, gəlininin məsuliyyətsiz hərəkəti dedikoduların yayılmasına yol açır. Elenlə bu barədə bir neçə dəfə özü söhbət etmək istəsə də, bunu etməmişdi. Sanki bir qorxu hissi, instinkt buna mane olmuşdu. Ümumiyyətlə həmişə hərəkət və davranışlarında Madam Delagerşə qarşı hörmətlə yanaşan Elen, bəzən sanki ironiya ilə ona baxır, nəsə bir sir bilirmiş kimi bic-bic gülürdü. Parisi yaxşı tanıdığı üçün bunun nə sir olacağını qadın təxmin edirdi. Dəqiq nə olduğunu bilmirdi. Çoxlarının arxasınca danışılan, təkrarlanan dedikodunun özündən kənar görmək sadəlövhlük olardı. Robertin anası özünə təsəlli verib, yox, bu ola bilməz. Bu dərəcədə alçaq, çirkli bir insan tapılmaz ki, mənim haqda pis şeylər danışıb gəlinimin gözündən məni salsın. Bir daxı niyə? Nəyə görə? Mən yaşlı qadınam. Heç kimə mane olmuram, heç kəsə toxunmuram. Bəli, bu həqiqətən belə idi. Lakin qadın cəmiyyətin qəddarlığını nəzərə almırdı. O qəddarlıq ki, nə intiqam məqsədi, nə də maddiyyat üçün edilirdi. Çox vaxt bəzi qadınların sirlərini bildiklərini sübut etmək üçün bəzi insanlar bundan idman məşğuliyyəti kimi istifadə edirdilər. Ölümcül kəlmə elə bir anda deyilirdi ki, qurban bunu heç gözləmirdi. 100 nəfərdən 90-ı heç vaxt buna hazır olmurdu. Onlar da yəqin elə xanım Delagerş kimi özlərinə təsəlli verib düşünürdülər. Bu çoxdan olub və heç kim artıq bunu xatırlamır.
Belə keçmişi olan qadınlar heç ağıllarına belə gətirməzdilər ki, onların və məşuqlarının adları nəsildən nəsilə keçir, rəvayət kimi unudulmur. Nə ölüm, nə başqa bir sevgi əhvalatı, nə siyasi çevrilişlər bunların unudulmasına yardım edə bilməz. Hətta hər hansı bir inqilab zamanı belə başqa dövlətə qaçmış emiqrantlar jokey klubunda bir yerə toplaşan zaman bəlkə də onları xatırlayırlar. Bir-birinə göz vuraraq, "Bəs görəsən Henrietta indi nə edir? Siz onun Kazelin zamanında görmüşdünüzmü? Yaxud Vidaville onun eşq hekayəsini bilirsinizmi? Bəlkə onu Leoranla birlikdə olan zamanlarını xatırlayırsınız." Robert'in anası bu fikirləri başından nə qədər qovsa da, həyəcan daha da artırdı. Elə bu an qapının zəngi çalındı. Qonaq otağının qapısı bağlı olduğuna baxmayaraq, qadın zəngi duydu. Bir dəqiqədən sonra gəlini peyda oldu. Təmiz, şaxtalı qış havasından üzü çəhrayı rəngdə olmuşdu. Qızıla saçan telləri geyindiyi tünd libasla kontrast yaratdığına baxmayaraq gözəl görünürdü. Onun sevinç dolu, cəsur, mavi gözləri gülümsəyən zaman yanaqlarındakı qəmzələr həyatının mutlu keçməsinə sanki bir işarə idi. Qadın yaxınlaşıb ərinin anasını öpdü. Əlindəki qolbaqda olan saata baxıb dedi: "Maman, bir dəqiqəlik gəlib sizin əhvalınızı sormaq istədim. Söz vermişdim ki, günün 3-cü yarısında gələcəm, amma tez getməliyəm, məni gözləyirlər." "Çox təəssüf," Madam Delagerş cavab verdi. Elenin bugün gözəl ruhda olduğunu görüb əlavə etdi. "Mən elə bugün səninlə ciddi şeylər haqda danışmaq istərdim. Amma buna görə çox qalman gərəkdir. Sən isə tələsirsən, vaxtın yoxdur." "Ciddi söhbət?" Elen təkrarladı. Elen qaynanasına baxdı. Qadının üzündə həyəcan, narahatlığı gördü. Bu ona təsir etdi. Fikirləşdi ki, Madam Delagerş yəqin xəstədir, özünü yaxşı hiss etmir. Elen mərhəmətlə qaynanasına dedi: "Heç nə olmaz, məni gözləyərlər. Görüşdüyüm şəxslər Matilda Moze və Jean Delbiaqdır. Razılaşdıq ki, Foreldə, sərgidə görüşəcəyik. Yarım saat gec getsəm heç nə olan deyil." "Hə, anacan, nə olub? Sizi dinləyirəm. Siz niyə görə belə həyəcanlısınız?" "Mənim əziz Elenim, həqiqətən, mən çox həyəcanlıyam. Lakin sənin mərhəmətli münasibətin mənə cəsarət verir. Mənim övladım, sən məni sevirsənmi? Mənim sənə qarşı olan sevgimi bilirsən, elə deyilmi? Siz məndən niyə görə bunları soruşursunuz?" Gənc qadın incə tərzdə cavab verdi. "Bəyəm sizin buna şübhəniz var? Mən bunu səndən duyub əmin olmalıyam ki, deyəcəyim sözlərdə sənə qarşı incə münasibətimdən başqa heç nə görməyəsən. Söhbət elə adlarını çəkdiyin iki şəxsin biri haqda olacaqdı." Bu sözləri deyən zaman qadın Elenin əlindən tutmuşdu. Onun yumşaq, incə əlləri birdən gərginləşdi və o əllərini geri çəkdi. Elenin gözlərində olan nəvaziş yox oldu. Sanki qəddar görünüş aldı.
Madam Delagerş əlini yellətdi. Görürsən, yaxşı olar ki, bu barədə danışmayaq. Sən artıq mənim sözlərimi təhqir kimi qəbul etdin. Heç də yox, Elen cavab verdi. Mən təkid edirəm, davam edək. Hətta sizə yardım da edə bilərəm. Siz mənimlə Jean Delbiac haqqında söhbət etmək istəyirsiniz, elə deyilmi? Bəli, mən ona işarə edirdim. Söhbətimə başlamazdan öncə deməliyəm ki, sənin onunla münasibətini qüsursuz, günahsız olduğuna əminəm. Amma cəmiyyətdə sənin kimi gözəl, zəngin biri haqqında dedikoduların getməsi, bir sözlə, əziz övladım, artıq bu haqqda şayələr gəzib. Bunu duyub səni xəbərdar etmək istədim. Sizə çox minnətdaram. Bizim haqqda kimlərinsə nəsə çərənləməsi vecimə deyil. Axmaq sözlərə görə dostumdan imtina edən deyiləm. Bu qısqanc, acıdil insanların sizə çatdırdıqları yalana görə dostumu tərk etməyəcəm. Kim sənə deyir ki, dostundan imtina edəsən? Madam Delagerş sakitcə cavab verdi. Sərbəst, çox azad davranış əlbəttə dedikoduya səbəb olar. Daha normal münasibətlər isə belə şayələrə qida verməz. Deməli, siz düşünürsünüz ki, mənim Jeanla münasibətim normal deyil? Gənc qadın qaynananın sözünü kəsdi. Bir neçə replika kifayət idi ki, onun soyuq münasibəti nifrətlə əvəzlənsin. Gəlinin dəyişdiyini görən qaynana əsməyə başladı. Həqiqətənmi? Jeanla onun arasında daha ciddi münasibətlər var? Bu yalnız Jean Delbiac'a qarşı maraq deyil? O oğlunun istəyinə görə bunu aydınlaşdırmalı idi. Mən səni ittiham etmirəm. Sənin nəzərinə çatdırmaq istərdim ki, bunu birinci növbədə sənə görə, ikinci növbədə isə Robertə görə edirəm. Qadın biraz sustu. Bəli, Robertə görə. Məncə o, son zamanlar nədənsə fikirli və kədərlidir. Qorxuram ki, sizin Jeanla aranızda olan dostluq əlaqələri getdikcə onu qəzəbləndirə bilsin. O çox fikir edir. Artıq gizlətməyin, hər şeyi söyləyin. Elen təkid etdi. O bugün bura gəlib. Mən bunu bilirəm. Səhər sizə gəlib məndən danışıb. Başa düşürəm. O sizə məni sorğu-sual etməyi tapşırıb. Onu görən zaman bunu öyrənəcəm. Qoy o özü məndən istədiyini soruşsun. Onun buna haqqı var. Tutaq ki, bu həqiqətən belədir. Madam Delagerş cavab verdi. Misal üçün o anasının yanına gəlib, ürəyini parçalayan narahatlıqlarla ana ilə bölüşüb. Buna görə ona qəzəblənməkmi lazımdır? Axı əziz balam, o səni sevir və indi həqiqətən çox mutsuzdur. Həqiqət ondan ibarətdir ki, mənə sənin və Jeanla şayəni çatdıranda mən bunu yalan olduğuna əmin idim. Amma Madam Delagerş qarşısında duran, gözləri parlayan gənc qadından münasibətlərin haraya qədər gedib çatmasını öyrənmək istəyirdi. Amma mən nə vaxt ki, bunun yalnız dedikodu olmadığını anlasam, öyrənsəm,
Onda, onda ne? Elen sual dolu gözlerle onu süzdü. Onda ana yenidən söhbətə başlamaq istəsə də, gəlininin üzündəki təbəssümü görüb qorxdu. O onda siz ərimə məndən xəbər çatdıracaqsınız? Əla. Amma bilin, o vaxt ki siz mənim və ərimin arasına girəcəksiniz, bax o zaman bizim savaşımız başlayacaq. Ölüm və qalım savaşı. Sən bununla nə demək istəyirsən? Qaynana soruşdu. Demək istəyirəm ki, şayələri yalnız sizə çatdırmırlar. Sizə məndən çatdırılan dedikodulara necə inanmadınızsa, mən də sizdən mənə çatdırılan eski şayələrə indiyə qədər inanmamışam. Onda ironiya ilə gəlin davam etdi. Onda mərhəmətsiz bir ironiya. Hansı ironiya ki, bir qadın o biri qadın üzərində qələbə qazanmaq arzusunda olduğunu göstərir. Əgər mən nə zamansa bunun şayə olmadığını bilsəm, onda qaynatamla maraqlı söhbətim ola bilər. Mənim ərimlə? Madam Delagerş soruşdu. Və sən o iyrənc və alçaq sözləri, hansıları ki mən bilmirəm və bilmək belə istəmirəm, həmin sözləri ərimə deyə bilərsən? Bəlkə siz istəyirsiniz ki, mən onları öz ərimə xəbər verim, gənc qadın dedi. Aman Allahım, əla fikirdir. Sonra gəlin bildiklərini qaynanaya dəqiq anlatmaq üçün kiçik masanın üzərindəki kazelin patosunu əlinə aldı. Bax o, bu ki kazeldir. Gəncliyində necə də yaraşıqlı olub, amma mənim keçən dəfə sizdə gördüyüm Vidavilin portreti daha çox xoşuma gəlmişdi. Bəs o portret indi hardadır? Yelena! Kresloda qamətini düzəldən qadın yüksək səslə Yelena! dedi. Sonra alçaldılmış vücudu ilə narazı tərzdə Yelena! Bəli. Mən sizə nə dedim ki, bu qədər həyəcanlandınız? Gənc qadın təbəssüm dolu baxışlarla ona baxdı. Sonra cəld qalxıb qurbanının düz gözlərinin içinə baxmaq üçün biraz aşağı əyildi. İstehza ilə qadına baxıb dedi. Biz sizinlə silahlarımızı üzləşdirdik. Mənim bildiyim sizin təxmin etdiyinizdən daha güclüdür. Mənim işlərimə qarışmağı ağlınıza belə gətirməyin. Aramızda olan bu söhbət birinci və sonuncu dəfə olsun. Mən sizdən işlərimə qarışmamağınızı tələb edirəm və buna nail olacağam. Əks təqdirdə hər şeyi oğlunuza danışacağam. Ürəyim kiminlə istəsə onunla görüşəcəm. Siz ərinizlə vaxtı ilə istədiyinizi etmisiniz. İndi mən də ərimlə istədiyim kimi yaşayacağam. Və heç kimdən buna görə söz götürən deyiləm. Robertə isə siz heç nə deməyəcəksiniz. Hərçənd siz bunu istərdiniz. Amma buna görə sizin nə hüququnuz, nə haqqınız var. Üçüncü başlıq. Söhbət vaxtına çəkər deyirlər. Bu iki səhnə
Bir il önce günbegün bu zaman baş vermişti. İndi Jean Delbiac ve Maxim Portil aralarında sonuncu şam yemeği hakkında müzakirə üçün bunu epilog kimi qəbul etmək olardı. O şam yemeği ki, yeni kral Jean seçilmişti. Dostum, sen hiç de dünən Lucy ilə nəzakətlə davranmadın. Ona maraq göstərmədin. Hətta mənim ağlıma bir fikir gəldi ki, yəqin sən keçən ilin kraliçasını hələ də unutmamısan. Maxim Portil Jean Delbiac'a dedi. Hə, həqiqətən. Axı sən də o gün Robert Gerşlergildə şam yeməyindəydin. Mən bunu unutmuşdum. Hatırlayırsanmı o vaxt Ellen mənimlə necə mazaqlaşırdı? Mən hətta elə bildim ki, bu işi bir neçə həftəyə bitirə bilərəm. Axı mən onunla həmin gecənin səhəri Matilda Moze ilə sərgidə görüşdük. Axşam isə qəflətən onun qaynanası vəfat etdi. Mən və sən elə düşünürdük ki, həmin qadın onun üçün... Adam hirslə əlindəki papirosu kənara atdı. Həmin qadın onun üçün bu sönmüş papiros kimidir? Və birdən bu gənc qadın Parisdən yoxa çıxır. Ərinə təsəlli vermək bəhanəsi ilə onunla səyahətə gedir. Geri dönən zaman mən onlara gedib qarşısında durdum. Və nə düşünsən yaxşıdır. İndi küçədəki şaxta kimi mənimlə özünü soyuq apardı. Bunu deyib Jean xəs yaxalığını qaldırdı. Sonra dostunun papirosu ilə öz papirosunu alışdırdı. Amma bu həqiqətdir. Ellen mənim xətrimə çox ciddi dəymişdi. Bu hadisə Lucy mənim üçün qədək qaldıran zaman yadıma düşdü. Biraz ona qarşı kobudluq etdim. Ona maraq göstərmədim. Axı ilk dəfə deyil ki, yüksək cəmiyyət xanımları ilə mazaqlaşıram. Amma o dəfə bəxtim heç gətirmədi. Rüsvay verici tərzdə əlim boşa çıxdı. Hə, elədir. Maxim güldü. Kiçik teatr və bordellərin daimi müştərisi olan bu iki şəxs heç təsəvvür belə edə bilməzdilər ki, onların yanında bir il öncə necə bir faciə baş veribmiş. Kədərdən ölən ana, ölən yaxud özünə qəsd edən bunu dəqiq heç kim bilmir. Kədərdən ölən ana, o qadın ki, iki dilema qarşısında qalmışdı. Ya oğluna edilən xəyanətlərə göz yumacaq, ya da oğlunun hörmətini, sevgisini itirəcəkdi. Və etdiyi hərəkətin insan ölümünə gətirib çıxarmasını görüb dəhşətə gələn, vicdan əzabı çəkən oğlunun xanımı. Henrietta'ya talih öz həyatındakı yanlışlıqlara görə ölümü ilə oğlunun xilasını yazmışdı. Onun vəfatından sonra gəlin ərinin həmişə yanında olub ona təsəlli verirdi. Bu diqqətin əsas mənbəyini, mənasını Robert heç vaxt bilməyəcəkdi. Robert isə öz növbəsində anasının ölümündə özünü günahlandırırdı. Əgər o həmin gün onu həyəcanlandırmasaydı, həkimin dediyi kimi anası ürək partlamasından ölməzdi.